Bakının Maşdağı qəsəbəsində itkin düşən 2 qızın 10 gün sonra tapılmasının təfərrüatları məlum olub. Konkret Azmusavat.com-a istinadən məlumat verir ki, qızlar hazırda sağ-salamatdır və 14-cü polis bölməsindədir. 10 gün sonra tapılan Aygünün anası Aksana Hüseynova qızların bir qadının evində qaldığını bildirib ki, Reyhanın istədiyi oğlan olub. Birlikdə onların evinə gedibdir. Həmin oğlanın anası da evdə olub. Evdə başqa bir oğlan və qız da var imiş. Bu müddət ərzində həmin evdə yaşayıblar. Onlar işə gedəndə qızlar evdə tək qalıb. Həmin qadın qızların axtarıldığını bilib. Bunu televiziya kanallarından da izləyiblər. Ancaq məlumat verməyiblər. Son vaxtlar məlumatlar sosial şəbəkələrdə geniş yayıldıqdan sonra qadın qorxub və polisə məlumat verib. Ancaq indi bir nəfər taksi sürücüsü məsuliyyətə cəlb olunub. Bu qadın da oğludur, günahkardır. Bizə bunları yaşadanlar cəzalandırılmalıdır. Saxlanıldığı deyilən taksi sürücüsünün nə etdiyini bilmirəm. Onun bu işdə iştirakından məlumatsızam. Ancaq qadın özü bizə dedi ki, qızlar onun evində olub. Biz həmin qadının şəklini də çəkmişik. İşin ədalətli araşdırılmasını tələb edirik. Hələ ki qızlarımızı görə bilməmişik. Qeyd edək ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkin idi. Polis əməkdaşları qızları bugün tapır. Onlar hələ ki ailəsinə təhvil verilməyib.